Dostlar, yenidən salam. Bugünün ikinci sınağıdır və ümumilikdə də sınaq 12-dir. Qarşınızdayıq yenidən və yenə dinləmə sualları ilə başlayırıq. Sizə ilk öncə vaxt verirəm ki, dinləmə suallarına baxın, suallarla tanış olun ki, sonra dinləməni dinlədiyiniz anda sualların yeri, fikirlərin tanışlığı sizin üçün cavabları daha asanlıqla cavablamağa imkan versin. İndi dostlar, yaxşı olar ki, burada videonu dayandırasınız, suallarla tanış olasınız və sonra dinləməni qoyacağım və dinlədikdən sonra, 2 dəfə dinlədikdən sonra cavablarınızı yazıb, sonra təkrar olaraq izahlara baxa bilərsiniz. İndi davam edirik sizlə dinləmə sualları ilə, daha doğrusu dinləmə mətni ilə. Florence Nightingale was a British nurse who transformed healthcare during the 19th century. Born in 1820, she came from a wealthy family but chose to become a nurse, which was not a respected profession at the time. She is best known for her work during the Crimean War. At the war hospitals, Nightingale improved hygiene and care for wounded soldiers. Her efforts significantly reduced the death rate. People started to realize how important trained nurses were. After the war, she opened the first official school for nurses and wrote books about hospital care. Florence Nightingale became a symbol of compassion and dedication. She is often called the Lady with the Lamp because she visited soldiers at night. Her work laid the foundation for modern nursing. Bəli dostlar, dinləməni dinlədik. İndi sizlə sualları doğru cavabına baxacağıq. İlk sualda the passage is mainly about mətn nə haqqındadır? Mətn bir tibb bacısı olan Florence Nightingale haqqındadır. Və ilk sualımızda da buna uyğun olaraq doğru cavab məhz D variantı olacaq. The achievements of the nurse, yəni tibb bacısının uğurları. Daha sonra ikinci suala baxırıq. Which statement is true according to the passage? Hansı fikir doğrudur? A variantında she never visited soldiers at night. Bu never yazıb, bu səhv cavabdır dostlar. Çünki hətta üçüncü suala gəlin bu anda üçüncü sualın da cavabını verim ki Florence Nightingale is often called the lady with the lamp. Mətnin sonlarında doğru deyilən bir cümlədir. Qayıdıb təzədən o hissəyə bir də baxa bilərsiniz istəsəz təsdiq kimi ki onu The Lady with the Lamp adlandırırdılar və səbəb də o idi ki, o əsasən elə gecələr işləyirdi. Və daha sonra ikinci sualın B variantına baxırıq. She came from a poor family. Bu da səhvdir ki, mətnin əvvəllərində qeyd edirdi ki, ailəsi zəngin idi, wealthy family var idi mətndə. C variantında she fought in the war. O müharibədə döyüşüb, amma döyüşmürdü. O sadəcə tibb bacısı olaraq xidmət göstərirdi. D variantı she helped lower the death rate, yəni ölüm səviyyəsinin azalmasına kömək elədi. Bəli, bu cümlə ilə mətndə birəbir deyilən bir cümlədir və doğru cavabdır. Və Y variantında da she became a teacher of mathematics, riyaziyyat müəllimi oldu, amma xeyr, belə tibb bacısı olmuşdu və doğru cavabımız yenə D variantı olur. Və davam edirik açıq suallarla. Dördüncü sualda qeyd olunur ki, what did Florence Nightingale do after the war? O, müharibədən sonra nə etdi? Və doğru cavab bu formadadır ki, she opened a school for nurses and wrote books. Yəni, tibb bacıları üçün məktəb açdı və kitablar yazdı. Bu, yəni mətndə verilən bir fikir idi. Bunu biz özümüzdən yazmırıq dostlar, əlbəttə ki, mətnə əsaslanıb yazırıq. 5-ci sual, sualları diqqətlə gözdən keçirən şəxslər üçün rahat tamamlaya biləcəkləri bir sualdır. Çünki məsələn biz bayaq ikinci sualın D variantında she helped lower the death rate deyə bir cümlə qeyd eləmişdik və bizim doğru cavabımız olmuşdu bu. 5-ci sualda da her efforts significantly reduced. Onun cəhdləri əhəmiyyətli dərəcədə azaltdı. Nəyi? Yenə the death rate, yəni ölüm riskini, ölüm daha doğrusu səviyyəsini azaltdı. Elə ikinci sualın D variantı ilə 5-ci sualı tamamlayanda ortaya eyni cümlə çıxır. Müəyyən söz fərqləri var əlbəttə ki, amma fikir və tərcümə eynidir. Və sonuncu 6-cı sual bizə bir one adjective, yəni
bir sifət istəyir və sözümüzdə wealthy olacaq burada. Wealthy family. Yəni sifət bizdə family sözünə aid bir sifət tələb eləyirdi və mətndə də wealthy family, məsələn, Nightingale-in ailəsini nəzərdə tutanda işlənən bir ifadə idi. Doğru cavabımız olur 6-cı sualda da wealthy sözü. Keçirik qrammatik suallara dostlar. Sual 7 so do I, necə do I mövzusu ilə bağlıdır ki, burada bizim şərtimiz çox bəsit idi. Əgər şərtdə verilən cümlə təsdiqdirsə, cavab təsdiq, inkardırsa, cavab da inkar olmalıdır. Və yuxarıda several months ago the Smiths moved to another town cümləsi tamamilə təsdiq cümləsi, heç bir inkar əlaməti yoxdur. Ona görə biz elə başlayan kimi dərhal birinci variantı silirik, çünki neither varsa inkar cavabdır. Və ardıca da dostlar məhz 4-cü cavabı silirik, çünki either inkar cümlələrinin sonunda işlənməlidir, amma burada təsdiqdə işlənib. I didn't either olsaydı düşünmək olardı, amma yenə səhv olacaqdı. Çünki onda da inkar cavab kimi yenə ixtisar eləməli olacaqdıq və cavabımız 2-3, yəni D variantı olur. Sual 8 ilə davam edirik. Burada modal feil testidir. Birdə diqqət edirsinizsə could var modal feil olaraq və eyni şəkildə 3-də də have to var modal feil olaraq. 1-3 bizim doğru cavabımızdır. 2-də isə dostlar has var. Ümumiyyətlə have, has, had-in yanında əgər to hissəciyi yoxdursa, onlar modal feil hesab edilmir. 4-də isə doesn't need var. Əgər need not hissəciyini özü qəbul edirsə, o modal olur. Yəni needn't gördüyünüz halda o modaldır. Yox, əgər notu do, does, did qəbul edirsə, deməli need burada modal deyil. Çünki modal olanda köməkçi feil sayılır. Özü qəbul eləməlidir notunu. Özü qəbul eləməyibsə, deməli need orada əsas feildir və 4-cü variantımız da məhz buna görə yanlışdır. Gəldik sual 9-a. Which words have a negative meaning? Hansı sözlərin mənfi mənası var? Mənfi. Dostlar, harmless ziyansızdır. Ziyansız yaxşı deməkdir. Bu müsbət mənadır. Ona görə biri silirik, bir müsbətdir. Biz mənfiləri axtarırıq. Və eyni şəkildə 5-ə də baxırıq. 5-də də A-class ağrısızdır. Ağrısız da yaxşıdır. Bu da müsbət sözdür. 5-i də silirik. İndi 2-3-4-ə baxaq. 2-də hopeless ümidsizdir. Mənfi sözdür. 3-də lifeless, bir növ həyatsız deyək də, Loro dildə desək tərcümədə. Bu da mənfi sözdür. Və 4-də də useless faydasızdır. Bu da mənfi sözdür. Və 2-3-4-C variantı bizim doğru cavabımızdır. Yəni mənfi sözləri məhz seçmiş olduq. Sual 10-a baxırıq. A variantında to protect somebody from attack. Kimisə hücumdan müdafiə eləmək. Bu defend olacaq. Məsələn, defend özü də müdafiədir və A variantı olur. 2. B-də to cause physical harm to something. Yəni fiziki bir ziyana səbəb olmaq. Bu damage-dir. Damage elə ziyan vurmaq mənasındadır. 1-ə də B uyğun gəlir. Və C variantında da to give a lot of time and effort to particular activity. Hər hansısa bir xüsusi fəaliyyətə çoxlu vaxt və cəhd vermək. Bu da dedicate-dir. Dedicate həsr eləməkdir. Və C variantı olur. 3-cü cavabı B, A, C. Ardıcıllığı məhz bizim C variantımızdadır. 10-cu sualın cavabı C variantı olur. Sual 11 mübtada xəbər uzlaşmasıdır. Və burada dostlar diqqət edirsinizsə bizim bir the number of ifadəmiz var. A number of və the number of nümunələri qayda olaraq belə yadda saxlanılmalıdır ki, a number of-dan sonra cəm xəbər gəlir, the number of-dan sonra tək xəbər gəlir. Baxın dostlar, mən isimləri ilə bağlı heç bir şey demədim bunların. Çünki bu iki ifadənin hər ikisindən sonra isim cəmdə olur həmişə. Fərq məhz bunların xəbərlərindədir. Və xəbər a number of-dan sonra cəm, the number of-dan sonra tək olmalıdır. Və burada da the number of işlədiyinə görə biz tək xəbərləri seçməliyik. Tək xəbərlərin də biri 2-dir, biri 4-dür və cavabımız da məhz 11-ci sualda B variantıdır. Davam edirik 12-ci sualla. 12-ci sualda bir question words, interrogative words nümunəsi görürük. Və əslində bu sualı tərcümə etmədən daha qısa yolla da həll edə bilərik. Diqqət edirsə cümlənin gedişatında biz have they been görürük. Bu indiki bitmiş zamandır və indiki bitmiş zamanda biz when və what time nümunələrindən istifadə edə bilmirik. Bunu biz sizinlə fərqli mövzularda da təkrar qeyd eləmişik. Sual cümlələrində, complete the sentence şərtində, məhsul növ nümunələrində, zaman mövzusunda when və what time bağlayıcılarından sonra heç bir halda have has ilə olan indiki bitmiş zamanlar işlənmir.
Sual cümlələrində də eyni şey yenə keçərlidir. Ona görə 2 ilə 3-ü dərhal silirik, 1 ilə 4-ü seçirik. Keçən sınaqların da birində bunu vurğulamışdım ki, cümlə bitmiş zamanda olanda elə sual sözləri məhz how long-dan since when olur. Çünki how long-dan since when, for və since zaman zərflərinin suallarıdır. Doğru cavab burada 1 və 4 olur. Yəni 12-ci sualın cavabı A variantıdır. Sual 13, bu bir preposition sualıdır və ilk tərəfdəki nümunədə məhz at the party ifadəsidir. Amma dostlar, burada məsələn Y variantında during the party var. Bu da doğru cavab ola bilər. Yəni parti ərzində də deyə bilərik biz. Amma məsələn on the party və in the party ifadələrini silə bilərik. A, C, Y variantları qalsın əlimizdə. Daha sonra ikinci tərəfdə isə dostlar Saturday night var. Baxın, bunu yadda saxlayın. Həftənin günləri, ilin ayları və yaxud da fəsillər günün müəyyən hissələri ilə birlikdə işləndikdə sözünü hər zaman ondur. Yəni məsələn Saturday night, January morning, winter evening, bu tip birləşmələr, ikili birləşmələr hər zaman on sözünüsünü tələb edir və məhz bu səbəbdən də ikinci tərəfi nəzərə aldıqda 13-cü sualımızın cavabı C variantı olur. Sual 14-də baxırıq. Bu bir conjunction sualıdır, bağlayıcı sualıdır. Burada işimiz sadəcə və sadəcə tərcümə olacaq. Baxaq görək məna, tərcümə bizə nə deyir? Jane couldn't answer the teacher's questions. Jane müəllimin suallarına cavab verə bilmədi. She had studied a lot. O çox oxunmuşdu, çox çalışmışdı. Baxın, burada bir ziddiyyət var, diqqət edirsinizsə. Cavab verə bilmədi, amma davamında deyir ki, çox oxunmuşdu. Bu halda bizə əks mənalı bağlayıcılar lazımdır. Yəni əks cümlələri birləşdirən bağlayıcılar lazımdır ki, bu bağlayıcılar da dostlar but, though, although, whereas və however bağlayıcılarıdır ki, məhz bu sualımızın da, bu testimizin də 14-cü sualın cavabı bu səbəbdən Y variantı olur. Sual 15-ə baxırıq. 15-ci sualda ilk olaraq diqqət eləsəz nöqtələrdən sonra of gəlibdir. Və törəmələrdən sonra of işlənmir deyə biz Y variantı ilə D variantındakı nothing və something törəmələrini silirik. Daha sonra dostlar cümlənin digər tərəfinə baxsaq, burada couldn't görürük. Couldn't inkardır. Bir cümlədə iki inkar işlənməyəcək deyə A variantındakı neither'ı da silirik. Və some da həmçinin təsdiq cümlələrində işlənən bir əvəzlik olduğuna görə B variantında silirik və doğru cavabımız C variantı olur. Sual 16-ya baxırıq. Passive voice məchul növ testidir. Bizə şərtdə verilən cümlədə they have discussed the matter olmalıdır. Birincisi nəzərə alsaq ki, tamamlıq the matter'dır. Biz cümləyə məhz o the matter tamamlığı ilə başlamalıyıq. Ona görə ilk olaraq Y variantını silə bilərsiniz. Daha sonra cümlənin zamanına baxsaq ki, bu have discussed indiki bitmiş zamandır. Have və has məchul növdə have been has been-ə çevrilməlidir. Yerdə qalan variantlar arasında da have been has been-lə olan bir dənə D variantımız var ki, the matter has been discussed by them. Məsələ məchul növə tam ardıcıllıqla çevrilmə cümləsi olubdur. 17-yə baxırıq. Complete the sentence. Yəni demək olar hər sınaqda buna toxunuruq ki, bizim şərtimiz burada çox bəsitdir. Variantda verilən budaq cümlələrin quruluşu, sual cümləsi quruluşu olmamalıdır. Yəni birinci mübtəda gəlməlidir, sonra xəbər və yaxud da köməkçi feil gəlməlidir. Diqqət edirsinizsə, ikinci variantda did köməkçi feil olaraq keçib Peter'ın qabağına, yəni bu bizə sual cümləsi strukturu yaradır artıq və yanlışdır. Və eynisi də 4-də had keçib Mary'nin qarşısına və bu da yanlışdır. Mary had olmalıydı və 1 və 3 bizim doğru cavabımızdır və məhz 17-ci sualda da cavab C variantı olur. Daha sonra 18-ci sual article testidir. Burada dostlar diqqət eləsək, birinci tərəfdə on the blackboard ifadəsidir. Amma bu sabit bir ifadə olmadığı üçün gəlin ikinci tərəfdə və üçüncü tərəfə baxsaq, əslində testin cavabı dərhal çıxır. A piece of ifadəsini ta isim mövzusundan bilirik. A piece of chalk olacaq. Yəni ikinci tərəf A-dir, üçüncü tərəf isə boşluqdur. Və buna uyğun da bizim bircə dənə əlimizdə variant var ki, o da C variantıdır. Məhz 18-ci sualın da cavabı C variantı olur. Sual 19, genitive case. Bunu da əvvəlki sınaqlarda bir neçə dəfə görmüşdük ki, possessive case və yaxud da genitive case. İkisi də bizdən ismin yəlik halını tələb eləyir. Birinci variantda apostrof S-dan sonra perfectly learned, yəni feil gəlibdir. Bizə isim lazımdır, bu səhv cavabdır. Və eyni şəkildə 5-ə də baxsaq, burada da apostrof S-dən sonra similar
gəlibdir. Bu da sifətdir, isim yoxdur. Doğru cavabın biri 2-dir. Jack's and Fred's eyes. Özdə bədən üzvlərini biz 2 apostrofeslə işlətməliyik. Diqqət edirsə burada da məhz 2 apostrofes işlənibdir. Çünki bədən üzvlərimiz ayrı-ayrı olduğuna görə şəxslərin apostrofesləri də ayrı-ayrı olmalıdır da belə deyək. Üçüncü nümunə dostlar, istisna nümunələrimizdən biridir. At her granny's. Bu bugünkü digər videomuzda da var idi. Axırıncı OTK sınağında da buna toxunulmuşdu ki, bəzi hallarda apostrofesdən sonra isim gəlməsə də biz yenə onu yəri kal kimi qəbul edirik. Bura aid olan ifadələr də at my uncle's, at the baker's, at the chemist və yaxud da bu testdəki kimi at her granny's tipli nümunələrdir. Sual 4. Burada da apostrofesdən sonra sleep isimdir. Bəzən bu tip sözləri şagirdlər feil kimi düşünüb səhv götürürlər. Amma dostlar, cümlənin bu hissəsində xəbər feil olmur, yadınızda saxlayın. Yəni cümlənin bu hissələrində işlənibsə bu avtomatik isimdir, bunu anlaya bilərsiniz. Çünki xəbər cümlənin əvvəlində işlənir, mübtədadan sonra işlənir belə deyək. Cümlənin bu hissələrində feil olmur. Və doğru cavabımız burada 19-cu sualda 2-3-4, yəni C variantı oldu. Sual 20-yə baxırıq. Burada make up a sentence, cümlə düzəltmək nümunəsi çıxır qabağımıza. Dostlar, burada əslində çox da izahlıq bir şey olmur. Burada təkrar demişəm, yenə də deyirəm ki, məndən sizə tövsiyə cümlələri yazın. Yəni, çarəniz ancaq bu ola bilər. Kim bu mövzuda sıxıntı yaşayırsa əlbəttə ki. Çünki yazılı şəkildə mən sizə 99% deyirəm ki, siz o yazılı şəkildə düzgün cümləni tapacaqsınız. Çünki 5 cümlənin arasında o düzgün şablona uyğun olan cümləni yazılı şəkildə mütləq görür şagird. Şifahi eləyəndə ardıcıllıqda müəyyən xətalar eləyə bilərsiniz, fikriniz qarışa bilər, amma yazıda əmin olun ki, o sıxıntını yaşamayacaqsınız. Və bizim də burada 20-ci sualda doğru cavabımız B variantıdır. Cümlənin ardıcıllığı bu şəkildədir ki, wool is one of the main products we get from Australia. Yəni, yun bizim Avstraliyadan əldə etdiyimiz əsas məhsullardan biridir. Sual 21. Biz burada yenə tense forms, yəni zaman sualı görürük və cümlədə while var. Deməli, biz burada bir uzlaşma nümunəsi görəcəyik və uzlaşma testlərində qeyd eləmişdik ki, bağlayıcının sağ tərəfində will və would-dan istifadə edə bilmərik. Yəni, bağlayıcı cümlənin əvvəlində də gəlsə, ortasında da gəlsə, sağına düşən boşluqda, ilk sağındakı boşluqda will və would-dan istifadə edə bilməzsiniz. İndi bax, diqqət edirsə, while burada ortada işlənibdir. Sağında o she nöqtələr away var. Biz o nöqtələrin yerinə will ilə would yaza bilmərik. Ona görə B variantını, D variantını və həmçinin elə C variantını da silirik. Bu birinci ipucu. İkinci ipucu da o idi ki, have, has ilə olan bitmiş zamanları ümumiyyətlə iki tərəfdə də işlədə bilmərik. Yəni, while-ın sağında da, solunda da. Təkcə while yox, digər bağlayıcılarda da. Ona görə Y variantını da silirik, avtomatik cavabımız A olur. Heç axtarmağa ehtiyac olmadı nəyisə. Və looks indiki zaman, is indiki zaman, iki dənə indiki zaman da bir-birini əlbəttə ki uzlaşır. Qaydada da belə idi ki, indiki zamanlar indiki və ya gələcəklə, keçmiş zamanlar da keçmiş zamanlarla uzlaşır. 22-ci sual, son qrammatik sualımızdır. Nöqtələrdən sonra magazines cəm isimdir. İlk olaraq biz içini silirik, çünki a lot, bunu heç vaxt qarışdırmayın a lot of-la. A lot of mütləq isimlə işlənir, a lot isə qəti şəkildə isimlə işlənmir. Elə ona görə ilk olaraq içini silirik. Ardıca da 5 gəlir, 5-i də else nümunəsi ilə görürük ki, else-i də qəti şəkildə isimlə işlədə bilmirik. Elə bu iki başlığın ikisini də biz quantifiers mövzusunda öyrənirik. Həm else, həm də a lot özündən sonra isim qəbul eləyə bilmir. 2 və 5 səhvdir. Və dostlar, bir səhv cavabımız da burada 4-dür ki, such many deyə bir ifadəmiz də yoxdur. Gəlin mən bu ifadənin qayda nümunəsini də aşağıda yazım. Sizin üçün daha anlaşıqlı olsun. Ondan sonra testimizə davam eləyək. Baxın dostlar, bu qaydanın nümunəsi bax aşağıda burada qeyd eləmişəm sizin üçün ki, biz so, to, very sözlərindən sonra many, much, few, little işlədə bilərik. Only sözündən sonra a few və ya a little işlədə bilərik. Suchdan sonra isə a lot of işlədə bilərik. İndi bax 22-ci sualda yuxarıda 4-cü nümunədə diqqət edirsə such many yazılıbdır. Diqqət edirsə aşağıda da suchdan sonra bizim many deyə bir əvəzliyimiz yoxdur. Suchdan sonra bizim yalnız a lot of versiyamız var. Ona görə 4-cü nümunəmiz avtomatik olaraq yanlış olur. Amma mən burada sizin üçün bax bir dənə də bir şey qeyd edeyim ki, biz suchdan sonra little və a little-ı sifət kimi işlədə bilərik. Əvəzlik kimi yox. Sifət kimi balaca mənasında, yəni sayılan isimlərlə işlədə bilərik.
Bu da tərcümə nümunəsi ilə nəzərinizdə qalsın ki, saçdan sonra little-ı görəndə bu qaydaya əsaslanıb silməyəsiniz. Saçdan sonra little görəndə ismə baxın. Əgər isim sayılmayandısa silin getsin, həmin variantı yanlış olacaq. Yox, əgər isim sayılandısa qoyun qalsın. O halda doğru cavab olacaq. Amma sayılan tək isim olanda da mütləq qarşısında artiklını işlətməyə baxın. Növbəti sınaqlarda buna aid sizə bir test hazırlayacağım. Qrammatik sualları yekunlaşdırdıq, keçirik sizlə mətn sualına. Bu dəfəki mətn sualımız, daha doğrusu reading mətnimiz internet, sosial medialar haqqındaydı və onların təsirləri ilə bağlı bir mətn idi. İlk olaraq 23-cü suala baxsaq, which statement is true according to the passage, hansı fikir mətnə görə doğrudur? Dostlar, burada bizim doğru cavabımız B variantıdır ki, social media unites people worldwide. Biz bunu baxın birinci abzasın 4-cü sətrindən etibarən görürük ki, social media bu hissənin altından xətt çəkirəm. Həmin cümləni axıra qədər oxusaz, ən sonunda da even with strangers across the globe, yəni hətta qlobal şəkildə yəni bir əlaqə yaratmağımıza səbəb olur, belə deyək, yad insanlarla. Və 23-cü sualın B variantında da məhz bunu qeyd edir ki, sosial medialar bütün dünyadakı insanları birləşdirir. 23-cü cavabı məhz B variantıdır. 24-də what are some disadvantages of social media? Hansı mənfi, yəni çatışmazlıqları, belə deyək, pis tərəfləri var sosial medianın. Bir də helping social movements yazıb. Yəni bu əslində kömək eləmək məqsədidirsə burada bu mənfi olmayacaq. Və eyni şey 5-də də learning independently, müstəqil olmağı öyrənmək. Bu da mənfi cavab deyil. Amma yenə də dostlar, biz burada cavab özümüzdən yox, mətnə əsaslanıb yazmalıyıq. Və bu hissənin də mətndəki cavabı baxın, ikinci abzasın hissəsi orta hissəsində indi qeyd edirəm sizin üçün. Və bu altından xətt çəkdiyim hissələrdədir. Addiction asıllıqdır. Buna məhz dependence uyğun gəlir 2-də. Daha sonra elə orada spread misinformation yazılıb. Bu 3-də misinformation var. Və bir də reduce face-to-face communication, yəni üzbəüz kommunikasiyanı, yəni ünsiyyəti azaldır və buna da uyğun gələn 4-dür ki, less real life communication. Və doğru cavabımız burada 2, 3, 4 olur 24-cü sualda, yəni B variantı olur. Sual 25, government and schools, burada elə bizim doğru cavabımız 25-ci sualda dostlar A variantıdır. Və bu cavab da mətnin 3-cü abzasının elə birinci sətrindədir. Governments and schools are now encouraging digital literacy, diqqət edirsə. Elə 25-ci sualın A variantı da həmin cümlənin davamıdır. Sual 26, the passage is mainly about, mətn nə haqqındadır? Və burada da doğru cavabımız C variantı olacaq ki, internet and social media's impact, yəni internetin və sosial medianın təsiri haqqındadır mətnimiz. Və keçirik sizlə açıq suallara. 27-ci sualda şərtlərimiz budur ki, write the synonym of the word aid, paragraf 2. İkinci abzasdan aid sözünün sinonimini axtaracağıq. Aid sözünü bəlkə də gündəlik olaraq o first aid, ilkin yardım ifadəsindən görmüş ola bilərsiniz, əgər tərcüməsini bilmirsinizsə təbii ki. Və aid kömək deməkdir dostlar. Və paragraf 2-də də bu belə deyək sözün sinonimi məhz help sözüdür ikinci abzasda. İkinci abzasının elə ikinci sətrindədir, help sözü işarələdim. 28-ci sualda paragraf 2 ikinci abzasdan bir sözün definitionunu axtarırıq. Extend a large and increasing area, yəni geniş bir əraziyə yayılmaq. Böyük və geniş bir əraziyə yayılmaq. Bu da spread sözüdür ki, bu da ikinci abzasda baxın yenə dairəyə aldığım hissədəki bir sözdür. Gəldik 29-cu suala. Burada mətndə verilən bu şərtdəki cümləni tapmalıyıq. In the future, social media will probably become. Baxın dostlar, bu mətnin elə son cümləsidir. Mən bunun altından xətt çəkirəm. Will probably become. Bax, biz bundan sonraki hissəni even more powerful, but its effect will depend on how wisely people use it. Bu hissədən dəyişikliklər eləməliyik. Burada biz powerful sözün əvəzinə, bax, burada doğru cavabları vermişəm, yəni nümunə olaraq. Strong, effective, daha sonra influential sözlərindən istifadə edə bilərik. Effect əvəzinə impact-dən istifadə edə bilərik.
Burada nitq hissəsi məsələsinə diqqət edin dostlar. Yəni effekt əvəzinə bəziləri effekt yazırlar, amma effekt isimdir, effekt isə feildir. Yəni bunlar bir-birlərini əvəz edə bilmirlər. Wisely əvəzinə isə intelligently, smartly, carefully. Bax burada da mütləq şəkildə çalışın ki, əvəzlədiyiniz söz zərf olsun. Çünki diqqət edirsə sonunda ly və söz zərfdir. Zərfi də yəni ümumiyyətlə sinonim olaraq nitq hissəsini öz nitq hissəsi ilə əvəz eləməmiz lazımdır. Özünüzün də əlavə fikirləriniz olsa rəy bölməsində yazıb soruşa bilərsiniz. Və sonuncu 30-cu sual, which social media platform do you use most? Hansı sosial medianı ən çox istifadə edirsiniz? Və bu suala siz 3 cümlə ilə cavab yazmalısınız və cavab yazarkən də tamamilə öz fikirlərinizdən istifadə etməlisiniz. Kənar fikirlərə ümumiyyətlə çalışın burada. Yəni kənar dediyim mətndəki fikirləri ümumiyyətlə toxunmayın, çünki bu sizin cavabınız sayılmayacaq avtomatik olaraq. Əlavə suallarınız olsa dostlar, rəy bölməsində bildirərsiniz. Sınaq 13-də görüşənədək.